Değerli dinleyiciler, siz 104.1 FM dalgasında Naxçıvan Radyosu'nun 150 ilin salnaməsi adlı verilişini canlı olarak dinleyirsiniz. Mikrofon önünde mənim, radyo jurnalist Hüseyin Əskərov, canlı efir rejissorumuz Sevinç Qədimova. Müsahibim isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi Yunis Xəlluqdur. Yunis müəllim, xoş gəlibsiniz. Xoşunuz olsun Hüseyin müəllim, çox sağ olun. Yunis müəllim, bildiyiniz kimi 150 il bundan öncə bütün Qafqaz regionuna səs salan bir hadisə baş verdi. Azərbaycan milli mətbuatının əsası qoyuldu. Azərbaycan dilində yayımlanan ilk milli qəzetimiz olan Əkinçi 1875-ci il 22 iyul tarixində Həsən bəy Zərdabinin redaktorluğu ilə fəaliyyətə başladı. O illərdən xeyli sonra 1991-ci ildə Azərbaycanda Milli Mətbuat Günü və Jurnalistika Günü artıq hər ildən başlayaraq hər il mütəmadi olaraq qeyd edilməkdədir. Bu il Milli Mətbuatın 150 illiyi ilə əlaqədar Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında ardıcıl olaraq tədbirlər keçirilmiş və bu tədbirlər hələ də davam etməkdədir. Məlum olduğu kimi milli mətbuatımızın bayraqları hər halda Əkinçi qəzetidir. Əkinçinin yandırdığı çıraq sonraki mətbuat orqanları tərəfindən məşələ çevrilərək, belə deyək ki, bugünkü müasir səviyyəyə gəlib çıxmışdır. Hər halda Əkinçi birincidir. Əkinçi qəzetinin milli mətbuatımızda yeri, rolu, əhəmiyyəti barədə nələri demək olar? Hüseyin müəllim, mən bir daha dəvət üçün təşəkkür edirəm sizə. Çox sağ olun. Həqiqətən də bu əlamətdar bir hadisədir qeyd elədiyiniz. Yəni Azərbaycan xalqının ümumiyyətlə bu milli dirçəliş yoluna qədəm qoymasında, istər dövlətçilik şuurunun formalaşmasında, istərsə də bu milli özünü dərk prosesində mətbuat sözünün əsl mənasında xüsusi bir yer tutur və ön cəbhədə olub hər zaman. Və milli mətbuat tariximiz dedikdə bu yalnız qəzet və jurnalların sadəcə tarixi deyil, çapı deyil. Bu eyni zamanda millətin düşüncə tərzinin formalaşması, onun tarixi hesab edilə bilər. Çox haqlı olaraq qeyd etdiyiniz kimi bu tarixin başlanğıcı 1875-ci il iyulun 22-sindən başlayır. Həsən bəy Zərdabinin yaratdığı Əkinçi qəzeti ilə bunun özülü qoyulubdur. Və ümumiyyətlə Əkinçi qəzeti Azərbaycan xalqını ana dilində düşündürən bir mətbu qurum olubdur. Ən önəmli